10-cu sualdan suallarımıza davam edirik. Uyğunluğu müəyyən edin. Subtropik Aralıq dənizi, subtropik muson, mülayim dəniz iqlim vilayətləri bizə verilib. Aşağıda verilmiş xüsusiyyətləri iqlim vilayətlərinə uyğunlaşdırmaq lazımdır. Həmişəyaşıl codyarpaqlı meşə və kolluqlar təbii zonası yayılmışdır. Biz bilirik ki, codyarpaqlı meşə və kolluqlar təbii zonası subtropikin Aralıq dənizi tipi üçün səciyyəvidir. Səciyyəvi təbii zonadır. Ona görə 1 uyğun gəlir birinciyə. Çayların əksəriyyətinin səviyyəsi il ərzində kəskin dəyişmir. Subtropikin Aralıq dənizində yağıntılı dövr qış aylarına uyğun gəlir, yay ayları quraq keçir. Subtropik muson tipində yay ayları yağıntılı keçir, qış ayları quraq keçir. Mülayimin dəniz tipində isə il ərzində yağıntının miqdarı demək olar ki, bərabər paylanır. Və çayların əksəriyyətinin səviyyəsi il ərzində kəskin dəyişmirsə, demək burada il ərzində yağıntıların miqdarı bir-birinə yaxındır. Yəni ikinci fikir üçüncü varianta uyğun gəlir. 3. Avstraliya materikinin cənub-qərb hissəsində rast gəlinir. Subtropik iqlim qurşağının Aralıq dənizi tipini həmin ərazilərdə biz görə bilərik. 3 də aid oldu birinci iqlim vilayətinə. 4. Qış aylarında kontinental hava kütləsi hakimdir. Yəni kontinental o deməkdir ki, qış aylarında hava quru keçir. Yayda rütubətli keçir. Bu da subtropikin muson tipi üçün xarakterikdir. 4-cü variant uyğun gəldi ikinci iqlim vilayətinə. 5. Yalnız qədim Lavrasiya qurusuna aid olan müasir materiklərdə rast gəlinir. Lavrasiyanın tərkibində şimal materikləri, yəni Şimali Amerika və Avrasiya materikləri var idi. Ona görə də bura biz götürürük nəyi? Subtropikin muson vilayətinə. Yəni ikinci. 5-ci fikri ikinci varianta uyğun götürəcək. 5. 6. Bretan yarımadasında rast gəlinir. Bretan yarımadası Avropada yerləşir. Həmin ərazilər mülayimin dəniz tipinə uyğun gəlir. 6-nı da veririk 3-cü variantı. 1-ə 1-3, 2-yə 4-5, 3-ə 2-6. Cavab olar C variantı. Növbəti sualımıza baxaq. 11-ci sualda deyir ki, dağ yamacında yerləşən və atmosfer təzyiqinin 580 mm civə sütunu olduğu məntəqədə ilin ən isti dövründə havanın temperaturu 13.5 dərəcə olaraq qeydə alınmışdır. Bunu nəzərə alıb qar xəttinin keçdiyi hündürlüyü müəyyən edin. Demək, burada qar xəttinin keçdiyi hündürlüyü müəyyən etmək üçün bizə lazımdır ki, havanın temperaturu 13.5 dərəcə yox, 0 dərəcəyə gəlib düşsün. Bəs havanın temperaturunun 0 dərəcə düşməsi üçün havanın temperaturu nə qədər azalmalıdır? Təbii ki, 13.5 dərəcə azalarsa, havanın temperaturu 0 dərəcəyə gəlib düşər. Çünki həmin məntəqədə havanın temperaturu 13.5 dərəcə olur. İndi gəlin görək 13.5 dərəcə temperatur neçə metr hündürlüyə bərabərdir? Biz bilirik ki, 1000 metr hündürlüyə uyğun gələn temperatur 6 dərəcədir. Yəni yüksəyə doğru qalxdıqca, 1000 metr yuxarı qalxdıqca havanın temperaturu 6 dərəcə düşür. Bəs neçə metr qalxmaq lazımdır ki, temperatur 13.5 dərəcə düşsün? X metr. 13.5 dərəcə. Buradan x bərabərdir. 13.5-i 1000-ə vurub 6-ya bölsək eləyər 2250 metr. 2250. Bu o deməkdir ki, həmin bu məntəqədən, dağın yamacındakı bu məntəqədən 2250 metr yuxarı qalxsaq, artıq qar xəttinin keçdiyi hündürlüyü əldə etmiş olarıq. Bəs yaxşı, bu dağın yamacındakı bu hündürlük özü neçə metrdir? Onu hələ ki bilmirik. O həmin hündürlüyü tapandan sonra həmin hündürlüyün üzərinə 2250 metri gəlsək, cavabımızı almış olacaq. Gəlin indi keçək həmin məntəqənin hündürlüyünü tapmağa. Burada bizə belə bir kömək məlumat qeyd edilir. Deyir ki, dağın yamacında yerləşən və atmosfer təzyiqinin 580 mm civə sütunu olduğu məntəqə. Normal təzyiq 0 metrdə, yəni okean səviyyəsində 760 mm civə sütunudur. Amma burada təzyiq 760 deyil, 580-dir. Görək təzyiq nə qədər azalıb? 760-dan çıxırıq 580-i, o da bərabərdir. Eləyər neçə? 180. 180 mm civə sütunu. Demək ki, 0 metrdən, yəni okean səviyyəsindən 180 mm civə sütunu həmin məntəqə arasındakı təzyiq fərqi var. Bunu hündürlüyə çevirmək üçün ona vurmağımız kifayət eləyər. O da bərabərdir. Eləyər 1800 metr. Deməli, həmin bu məntəqə 1800 metr hündürlükdə yerləşir. 1800-dən də 2250 yuxarı qalxmaq lazımdır ki, qar xəttinin keçdiyi hündürlüyü əldə eləyək. Bu da eləyər 1800 üstə gəl 2250, cavab eləyər 4050. B variantı.
Burada oldu cavabımız B. 12-ci sual. İqlim diaqramının uyğun gəldiyi iqlim qurşağında yerləşən adaları müəyyən edin. Gəlin baxaq. Bu iqlim diaqramı hansı iqlim qurşağına aiddir? İl ərzində yağıntıların miqdarı demək olar ki, sabitdir. Yağıntı temperaturu miqdarı da demək olar ki, bir-birinə yaxındır. Təbii ki, bu olacaq ekvatorial iqlim qurşağının diaqramı. Ekvatorial. Bizə lazımdır ekvatorial iqlim qurşağında yerləşən adaları seçmək. A variantı Kalimantan, Sulawesi, Sumatra, İndoneziya tərəfdəki adalardır və hər üçü demək olar ki, ekvatorial iqlim qurşağında yerləşir. Cavabımız A variantı. B variantında Sardiniya var. Siciliya, Sardiniya. Bunlar Aralıq dənizinin içərisində gedir. Subtropikin Aralıq dənizi vilayətinə aiddir. C İrlandiya adası böyük demək gedir bu mülayimin dəniz tipinə. D-də misal Şri-Lanka var, Siciliya var. Siciliya yenə də subtropik Aralıq dənizinə aid olacaq. Y variantı Madagaskarda ekvatorial iqlim qurşağı yoxdur. Cavabımız A variantı 12-ci sualda. Növbəti sualımız 13-cü sual. Doğru fikirləri müəyyən edin. Respublikamızın ərazisində yağıntıları bərabər paylanan mülayim isti iqlim yarımtipi Böyük Qafqaz, Kiçik Qafqaz və Talış dağlarında rast gəlinir. Böyük Qafqazla Talış dağlarında rast gəlinir. Bəli, amma Kiçik Qafqaz dağlarında bu iqlim vilayətinə rast gəlinmir. Ona görə də burada birinci fikir səhv fikirdir. Bir səhvdir. Bir səhv olduğuna görə 1, A, D, C variantlarında var və onları çıxırıq. 2, 3, 5, 3, 5, 6. Demək ki, 3 ilə 5 burada doğru fikir olmalıdır. Baxaq, 2-yə baxaq. Respublikamızın ərazisinə daxil olan mülayim dəniz hava kütlələri Azor və Müqəddəs Yelena adaları üzərində formalaşır. Azor adası üzərində formalaşması doğru fikirdir, amma Müqəddəs Yelena üzərində formalaşmır. 2 də səhvdir. Cavabımız olacaq Y variantı. 3, 5, 6 burada doğru fikirdir. Müvafiq olaraq relyef vahidlərini hündürlüklərinin azalmasına görə sıralayın. Gəlin baxaq. Dübrarın hündürlüyü 2205 metr. Qoşqar 3361 metr. Qaraburqa 3471. Böyük Kirs 2725 metr. Qarabağ silsiləsinin ən yüksək zirvəsi. Azalma sırası belə olacaq. Demək 3, yəni Qaraburqa, Qoşqar 2, Böyük Kirs 4 və 1. Cavablar C variantı. Növbəti sualımıza keçəcəyik. Demək 15-ci sualda qeyd olunur ki, uyğunluğu müəyyən edin. Yayı quraq keçən mülayim isti iqlim, yayı quraq keçən soyuq iqlim, yağıntıları bərabər paylanan mülayim isti iqlim. A variantında Kiçik Qafqazın cənub-şərq qurtaracağı. Kiçik Qafqazın cənub-şərq qurtaracağında yayı quraq keçən mülayim isti iqlim tipinə rast gəlinir. Deməli, A variantını 1-ə verəcək. A oldu 1-də. B-də qeyd olunur. Böyük Qafqazın cənub yamacı. Böyük Qafqazın cənub yamacına rast gəlinə bilər. Yağıntıları bərabər paylanan mülayim isti iqlim tipində. B-nə uyğun gəlir 3-cüyə. C variantı Lənkəran obalığı. Lənkəran obalığında bilirik ki, yayı quraq keçən mülayim isti iqlim tipinə rast gəlinir. C variantını verdi 1-ciyə. Daha sonra D-də Naxçıvanda orta dağlıq ərazilər. Naxçıvanın orta dağlıq ərazilərində yayı quraq keçən soyuq iqlim tipinə rast gəlinir. D variantını 2-ci varianta veririk. Y Qanıq Əyri çay çökəkliyi. Qanıq Əyri çayda isə E variantında isə bunlara aid heç bir iqlim yarımtipi burada qeyd olunmayıb. Çünki Qanıq Əyri çayda qışı quraq keçən mülayim isti iqlim tipinə rast gəlinir. O da bu variantlarda yoxdur. Demək 1-də uyğun gəldi A-la C, 2-də D, 3-də isə B. Cavab D variantı. Növbəti sualımız 16-cı sualdır. 16-cı sualda xəritə sxemə əsasən rəqəmlərə müvafiq gələn adaların aid olduğu ölkələri müəyyən edin. Demək, birinci ərazi bura. Bura bilir ki, Danimarka ərazisidir. 2. Gotland adası uyğun gəlir İsveçə. 3. Soprema adasıdır. Burada uyğun gəlir Estoniyaya. 1. Danimarka, 2. İsveç, 3. Estoniya. Baltik dənizi daxilindəki adalar və Danimarkadakı adanı göstərə bilərik. Cavab A variantı. Növbəti sualımız olacaq 17-ci sual. Chuquicamata və Tautona mədənlərinin yerləşdiyi ölkələr üçün ümumi əlamətləri müəyyən edin. Chuquicamata bilirik ki, misin açıq üsulla çıxarıldığı ən böyük
mədəndir və Çilidə yerləşir. Tautona isə demək qızıl mədənidir. Cənubi Afrika Respublikasında yerləşir. İndi baxaq ki, bunlar üçün ümumi cəhətlər burada hansılardır? 1. Cənub yarımkürəsində yerləşirlər. Bəli, həm Çili, həm də Cənubi Afrika Respublikası həqiqətən də Cənub yarımkürəsində yerləşir. Demək, birinci fikir doğru fikirdir. İkinci fikrə baxırıq. İnkişaf etməkdə olan ölkələrdir. Bəli, inkişaf etməkdə olan ölkələr qrupuna Çilini aid etmək olar. Amma Cənubi Afrika Respublikası Afrika regionunda yerləşən yeganə inkişaf etmiş ölkədir. Yəni, bu fikir ümumi bir fikir kimi götürmək olmaz. 2 səhvdir. Cavab olar 1, 3 və 4. Günəşin ildə 2 dəfə zenitdə olduğu məntəqələr mövcuddur. Yəni, tropiklərin daxilində yerləşən hər hansı bir ərazisi var. Bu fikir həqiqətən də doğru fikirdir. Hər ikisinə aiddir. Daha sonra 4-cü isə Aralıq dənizi iqlim tipi müşahidə olunur. Hər ikisində müşahidə olunur. Cavab olar 1, 3 və 4. Y variantı. 18-ci sualda qeyd olunur ki, xəritə sıxımda verilmiş Al çayına aid olan əlamətləri müəyyən edin. Bu, Cənubi Amerikada yerləşən, təbii ki, Parana çayıdır. Parana çayına aid olan məlumatlar burada öz əksini tapmalıdır. Birdə qeyd olunur ki, mənsəbində estuari yaranır. Mənsəbində estuari yaranıb, bəli. Parana çayının mənsəbində həqiqətən də estuarilərə rast gəlinir. Biri cavabda götürürük. 1 var. 2də qeyd olunur ki, qolları üzərində Anhel və Iguaça şəlaləsi yerləşir. Anhel şəlaləsi Orinoco çayının Çurun qolu üzərində yerləşir. Bu fikir səhvdir. 2 cavabda olmaz. Amma 1 var. Demək ki, C variantında buradan çıxırıq. 3. Hövzəsində çöllər, seyrək meşələr və savannalar formalaşmışdır. Həqiqətən də burada çöllərə, savannalara və seyrək meşələrə rast gəlinir. 3 də doğru fikirdir. 4. Cənub tropik xətti ilə kəsişir. Cənub tropik xətti həmin ərazilərdən keçir. Cavab olar 1, 3, 4. B variantı. 19-cu sualda qeyd olunur ki, çayın 10 saniyədəki su sərfi 3750 kubmetrdir. 10 saniyədə 3750 kubmetr su sərf edirsə, bəs 1 saniyədə nə qədər su sərf edir? Təbii ki, 3750-ni 10-a bölərik və taparıq ki, bu çayın 1 saniyəlik su sərfi bərabər olar 375 kubmetrə. Bunu tapdıq. İndi isə illiyi tapmaq olar. İllik su sərfini tapmaq üçün 375 vurulsun 31,5 bölünsün 1000-ə. Bərabərdir. Demək, 11,8. Bu, 1 illik çayın su sərfidir. 1 illik. Amma bizdən 1 illik yox, 250 günlük istəyir. 1 ildə 365 gün var. 365 günə çayın su sərfi 11,8-ə bərabərdir. Belə bir tənasübdən istifadə etmək olar. Yazarıq. 365 günə uyğun gəlir 11,8, bəs 250 günə nə qədər uyğun gəlir? X. Buradan da X bərabərdir. 11,8-i 250-yə vurub 365-ə bölərik, eləyər 8,1. Cavab olar C variantı. Növbəti sualımız olacaq 20-ci sual. 20-ci sualda deyir ki, Respublikamızın ərazisində axan çayları mənsəblərinin hündürlüklərinin artma ardıcıllığını müəyyən edin. Ölkəmizdə çayların mənsəblərinin hündürlüyü şərqdən qərbə doğru getdikcə artır və istisna hal kimi bir də bunu yadda saxlayaq ki, əslində istisna hal kimi yox, xüsusi bir hal kimi bunu yadda saxlamaq lazımdır. Naxçıvanın çaylarının mənsəbi ən hündürdür. Yəni, onları biz ən hündür bir çay mənsəbi kimi götürməliyik. Bu çayların içərisində mənsəbi ən aşağı olan, hündürlüyə malik olan çay Vəlvələ çayıdır. Niyə? Çünki birbaşa Xəzər dənizinə tökülür, -27 metr. Demək, 3 ilə başlayacaq. 3. Daha sonra uyğun gələcək Araz çayı. Araz çayı kürə tökülür və təxminən mənsəbin hündürlüyü -16 metr. 1. Daha sonra götürməliyik burada Tərtər çayı. Tərtər çayı da kürə töküləcək, amma orada mənsəbin hündürlüyü Araz çayından daha hündürdədir. 5. Daha sonra götürürük Həkəri çayı.
volkanik yayladan başlayıb axır və Həkəri çay qeyd olunur və ən sonda Əlincə çay Naxçıvanın ərazisindən axan çaylardandır. Mənsəbin hündürlüyü bunların içərisində ən yüksək olan çaydır. 2, 3, 1, 5, 4, 2. Cavab olar D variantı. Növbəti sualımız 21-ci sualdır. 21-ci sualda deyir ki, Araz çayı sahilində yerləşən inzibati rayonları müəyyən edin. Burada biz baxmalıyıq Azərbaycanın siyasi xəritəsinə. A variantında Ordubad, Zəngilan, Füzuli, İmişli. Gəlin baxaq xəritəyə. Demək, Ordubad rayonu Arazın sahilindədir. Zəngilan Arazın sahilinə düşür. Füzuli və İmişli. Füzuli Arazın sahilindədir, İmişli Arazın sahilində. Elə cavabımız olacaq burada bizim. Demək, burada cavab oldu A variantı 21-ci sualda. Bu rayonların hər biri Araz çayının sahilinə düşür. Keçək növbəti 22-ci suala. Şimal və şərq yarımkürəsində yerləşən səhraları müəyyən edin. Burada A variantına baxırıq. Böyük Qumlu, Kalahari, Namib, Böyük Viktoriya. Kalahari, Böyük Viktoriya bunlar cənubda yerləşir, amma bizdən şimaldakı səhralar tələb olunur. Hətta Namib səhrası da cənub yarımkürəsindədir. Bu variant olmaz. B variantı Kalahari. Kalaharinə çıxırıq. Qızılqum, Qaraqum, Qızılqum. Bunlar şimaldadır. Nubiya, Təkla Məkan, Moxavi. Şimal və şərq yarımkürəsində yerləşsin. Moxave səhrası Şimal Amerikadadır. Kaliforniya yarımadasına yaxın yerləşir. Qərb yarımkürəsinə düşür. D variantı Atakama səhrası olmaz. Çünki Atakama səhrası Cənubi Amerikadadır. Gobi, Liviya, Rub əl-Xali səhrası və Böyük Nafid. Bunların hər biri şimal və şərqə düşür. Cavab olar Y variantı. 23-cü sualda deyir ki, şəkil sxemdə Böyük Qafqaz dağlarında mövcud olan azonal landşaft tiplərinin hündürlüyə doğru dəyişməsi verilmişdir. Hansı landşaft tiplərinin yerlərini dəyişsək, doğru ardıcıllıq müəyyən olunar. Demək, ardıcıllıq belə olur da Böyük Qafqazda. Yarım səhralar, daha sonra gəlir quru çöllər, sonra gəlir dağ çölləri, dağ meşələri, subalp çəmənləri, alp çəmənləri, subnival və nival. Diqqət eləsək burada dağ meşələri və dağ çöllərinin yerini dəyişmək vacibdir. Onların yerini dəyişərsək uyğunluq təşkil edəcək. Yəni 3 ilə 4-ün yerini burada dəyişmək lazımdır. 23-cü sualda cavab olar C variantı. 24-cü sual. Cədvələ əsasən doğru sıraları müəyyən edin. 1. Qeyd olunur ki, yarım səhrada landşaft yarım səhradır, torpaq tipi bozqonurdur. Daha sonra iqlimi qışı soyuq keçən yarım səhra və quru çöldür, amma ərazi olaraq fiziki coğrafi rayon Küdrü Şirvan. Qışı soyuq keçən yarım səhra və quru çöl iqlim tipi uyğun gəlir Naxçıvana. Küdrü Şirvanda belə bir iqlim tipi yoxdur. Demək 1 səhvdir. Cavabda 1 yoxdur. 2. Dağ çöl şabalıdı torpaqlar uyğun gəlir. Qışı quraq keçən mülayim isti iqlim, qanıq əyriçay. Dağ çöllərinin torpaq tipi qara torpaqlar. Dağ qara torpaqlardır, şabalıdı deyil. 2 də səhvdir. 3, 4, 5, 3, 5, 6. Demək, burada biz baxırıq nəyə? 4 ilə 6-ya. 4-də qeyd olunur. Dağ çəmən, yəni landşaftı, dağ çəmən torpaq tipi, qışı quraq keçən soyuq iqlim, Zaqatala Lahıc fiziki coğrafi rayonu. Demək, burada 4-də Zaqatala Lahıcda qışı quraq keçən soyuq iqlim tipinə rast gəlinmir. Bu da uyğun gəlmir. 5 görə nə qeyd olunub? Dağ meşə, qonur dağ meşə torpaqları, yağıntıları bərabər paylanan mülayim isti iqlim və qonaq kənd fiziki coğrafi rayonu. Doğrudur. 6-da Nivala dağ çəmən torpaq tipi, dağ tundra iqlim tipi, Günnüt Qapıcıq fiziki coğrafi rayonu uyğun gəlir. 3-də meşə çəmən, alluvial çəmən, qışı mülayim keçən yarım səhra quru çöl, Samur dəvəçi ovalığı. Doğru fikirdir. Şollar düzünü burada həm də əlavə olaraq nümunə göstərə bilərik. 3, 5, 6. Cavab olar 24-də C variantı. Keçək digər suala. Demək, burada bizə lazımdır 25-ci sualdakı 3 yarımkürədə yerləşən ölkələri seçmək. 1. Burkina Faso. Burkina Fasonu Greenwich xətti kəsir. Demək, bu ölkə şimal, şərq və qərb yarımkürəsinə düşür. Demək ki, 3 yarımkürədə yerləşir. 2. Kamerun. Kamerunu nə ekvator kəsmir, nə də ki, Greenwich meridianı kəsmir. Ona görə də 2 yarımkürədə yerləşir. Cavabda 2 olmayacaq. 3. Mavritaniya. Eyni zamanda Mavritaniyada nə Greenwich meridianı tərəfindən, nə də ki, ekvator tərəfindən kəsilmir. Yəni 2 yarımkürədə yerləşir. Uqanda.
Uqandanı ekvator xətti kəsir, demək 3 yarımkürəyə düşür. Kolumbiyanın ekvator xətti kəsir, 3 yarımkürədə yerləşir. Ekvatoral Qvineyanı kəsmir. Somaliyanın ekvator xətti kəsir, 3 yarımkürədə yerləşir. Mərakeş, demək Mərakeşi burada Qrinviç xətti kəsmir, ekvator xətti kəsmir. Ona görə də bu da 2 yarımkürədə yerləşir. Cavab olar 1, 4, 6 və 7. D variantı. Demək 26-cı sual. İran, Yeni Zelandiya, Meksika, Argentina və Car üçün ümumi xüsusiyyətləri müəyyən edin. Eyni dil ailəsinə mənsub olan xalqlar yaşayır. Yəni Hind-Avropa dil ailəsinə mənsub olan xalqlara burada rast gəlinir. Bir doğru fikirdir hər ölkələr üçün. Demək bu 1 2 3 5 ölkə üçün uyğun fikirdir. 2. İxracatda sənaye məhsulları üstünlük təşkil edir. Bunu 5 ölkənin 5-nə aid etmək olmaz. Sənaye məhsullarının ixrac olunması fikri, demək 2 uyğun gəlmir. 3. Sahilləri 2 okean suları ilə yuyulur. Misal İranda heç 2 okeanın suları ilə yuyulmur. 3 də səhvdir. 4. G20 ölkələrdir. Burada Yeni Zelandiyadır, İrandır. Bunlar G20 ölkəsi kimi götürülmür. 4 də doğru deyil. 5. Ərazilərində subtropik iqlim qurşağına rast gəlinir. İranda var, Yeni Zelandiyada rast gəlinir. Meksika, Argentina və Car. Demək olar bütün ölkələrdə subtropik iqlim qurşağına rast gəlinir. Bu da doğru fikirdir. Cavab olar 1 ilə 5. D variantı. 27-ci sualda qeyd olunur ki, tropik işıqlanma qurşağında yerləşən paytaxt şəhərləri müəyyən edin. Xəritə üzərində işləyərək biz bu sualın cavabını tapa bilərik. İkincidə Phnom Penh Kambocanın paytaxtını, 3-cü Lusaka Zambiyanın paytaxtını, 5 Dakar Senegalın paytaxtı, 8 demək Bəndər Sərbəqavan Bruneyin paytaxtı. 2 3 5 8 cavab A variantı. Bu paytaxt şəhərlər tropik işıqlanma qurşağında yerləşir. 28-ci sualda deyir ki, 35 dərəcə şimal enliyində yerləşən düzənliyin şimal istiqamətdə meyilliyi 6 dərəcə olan yamacında günorta vaxtı günəş şüalarının düşmə bucağı 54 dərəcə olduğunu nəzərə alaraq 22 dərəcə cənub enliyində yerləşən dağın cənub istiqamətdə meyilliyi 11 dərəcə olan hissəsinə günorta vaxtı günəş şüalarının düşmə bucağını hesablayın. Gəlin baxaq. 35 dərəcə şimal enliyində yerləşən düzənliyin şimal istiqamətdə meyilliyi 6 dərəcə olan zaman günəşin harda zenitdə olduğunu tapmaq olar. Yazırıq. Günəşin düşmə bucağı nə qədərdir? 54 dərəcə. 54 bərabərdir 90 dərəcə çıxılsın. Biz coğrafi enliyi bilirik. 35 dərəcə şimal enliyi. 35 dərəcə şimal enliyi plus minus günəşin zenitdə olduğu enlik, yəni x. Burada günəş, demək dağın meyilliyi haradır? Şimaladır. Və dağ özü harda yerləşir? Şimalda. Şimal yarımkürəsində yerləşən dağın meyilliyi şimalatsa, meyilli dərəcəsini biz nə etməliyik? Çıxmalıyıq. O da bərabər 54 yazmışıq. Demək 54 yazılıb. Gəlin görək buradan x neçədir? Yəni günəşin zenitdə olduğu məntəqə neçə olmalıdır? 90-dan 35-i çıxanda qalır neçə? 55. 55-dən də 6 çıxanda qalır neçə? 49. İndi burada x-i biz toplamalıyıq. Çünki çıxsaq 49-dan hər hansı bir ədədə çıxsaq 54 eləməz. 49 ilə biz hər hansı bir ədədi toplamalıyıq ki, 54 cavabını alaq. O da 5-dir. Demək günəş 5 dərəcə şimal enliyində həmin bu vaxt nədir? Zenitdədir. Onu qeyd edək. Demək günəş 5 dərəcə şimal enliyində zenitdədirsə, artıq məsələnin ikinci hissəsini tapmaq olar. Yəni buranı. Yazaq. 90 dərəcə çıxılsın. Coğrafi enliyimiz haradır? 22 dərəcə cənub enliyi. 22 dərəcə cənub enliyi. Daha sonra günəş harda zenitdədir? 5 dərəcə şimal enliyində. Çıxılsın 5 dərəcə şimal enliyi və cənub yarımkürəsində yerləşən dağın meyilliyi də haradır? Cənubadır. Çıxılsın 11 dərəcə. O da bərabərdir. 90-dan 22 çıxanda qalır 68. 68-dən 5 çıxanda qalır 63. 63-dən də 11 çıxanda qalır 52 dərəcə. Cavab olar Y variantı. 29-cu sualı cavablandırmaq üçün biz bu cədvələ baxacağıq. Bu cədvəldən istifadə olunacaq. Demək, burada yüksək inkişaf etmiş rayonlar verilib. Bunlarda ABŞ-da Kaliforniya, New York, İtaliyanın şimalı, Paris, London, Almaniyanın cənubu. Köhnə sənaye rayonları ABŞ-da Appalaç, Almaniyada Sar, Böyük Britaniyada Qara İngiltərə, Rusiyada Ural Volqa boyu.
Aqrar rayonlar İtaliyanın cənubu, Fransanın qərbi, İspaniyanın mərkəzi. Yeni mənimsənilmiş ərazilər isə Alyaska, Qrenlandiya, Avstraliyanın səhra rayonları, Rusiyanın Sibir regionu. İndi bu məlumatlara əsasən biz gedək sualı cavablandıraq. Demək, burada götürürük yüksək inkişaf etmiş rayonlara. ABŞ-da Kaliforniya ştatı. A-nı götürürük bura. Bir dəqiqə. A-nı götürəcəyik. Bir də Almaniyanın cənubu. D-ni götürəcəyik. Bunlarda yüksək inkişaf etmiş rayonlar. 2. Köhnə sənaye rayonları. Bura uyğun gəlir Rusiyada Uralla Volqa boyu, yəni Y. Bir də Almaniyada SAR, G. 2-də YG. 3-də aqrar rayonlara uyğun gələcək. Demək, İtaliyanın cənubu, yəni C. Bir də H variantında olan Fransanın qərbi, CH. 4-də yeni mənimsənilmiş rayonlara uyğun gəlir Avstraliyanın səhra rayonları, yəni B. Bir də F-dəki Rusiyanın Sibir regionu, BF. Cavab olar B variantı. 30-cu sualda isə cədvəldə uyğunluğu müəyyən etmək tələb olunur. Yuxarıda cədvəlin içərisində təşkilatlar, aşağıda isə o təşkilata üzv olan ölkələr qeyd olunub. Biz variantlara əsasən cavabı tapmalıyıq. Burada diqqət eləyək. Deməli, BMT-nin Birləşmiş Millətlər Təşkilatının daimi üzv ölkəsi. Bu yalnız bir ölkə burada götürüləcək. Bir də NAFTA təşkilatının üzv ölkəsi kimi bir ölkə uyğun gələcək. BMT-nin daimi üzvləri ABŞ, Böyük Britaniya, Fransa, Rusiya və Çin. Deməli, bu birinci ölkələrdən ancaq ABŞ, Rusiya, Fransa, ABŞ, Fransa, Böyük Britaniya, Rusiya və Çin. Bunlar olan variantlara baxacaq. Buradan D variantı və C variantını saxlayırıq. Digər variantlar uyğun gəlir. Daha sonra üçüncüdə NAFTA təşkilatının üzv ölkəsi. NAFTA təşkilatına üzv olan ölkələr burada Şimal Amerika azad ticarət zonasından söhbət gedir. O da ABŞ, Kanada. Görək hansı variantlar qalacaq burada. Demək, Y variantını silirik. A, B ikisi də qalır hələ ki. A variantı və B variantı qala bilər. İndi isə digər təşkilatlara baxaq. Üçüncü, deməli, burada NATO təşkilatına üzv ölkələrdən söhbət gedir və deməli, bütün ölkələr, 4 ölkənin 4-ü də NATOya üzv olmalıdır. Birincidə isə Avropa İqtisadi Birliyinin üzvü. Üçüncü ölkə Avropa İqtisadi Birliyinin üzvü olmamalıdır. Buradan da belə bir nəticə gəlir ki, deməli, birinciyə uyğun gələr Fransa. NAFTA-nın üzvü deyil, amma digərlərinə üzvdür. İkinciyə uyğun gələr Almaniya. Deməli, Almaniya Avropa İqtisadi Birliyinə üzvdür. BMT-nin daimi üzvü deyil, NATOya üzvdür, amma NAFTA-nın üzvü deyil, uyğun gəlir. Üçüncüyə uyğun gələcək Kanada. NATOya üzvdür və NAFTA-ya üzvdür. Və dördüncüyə də uyğun gəlir İspaniya. Avropa Birliyinə üzvdür və NATOya üzvdür, amma BMT-nin daimi üzvü deyil, NAFTA-ya üzv deyil. Cavab olar B variantı. 31-də deyir, xəritə sxemlərdə verilmiş A və B ölkələri üçün ümumi əlamətləri müəyyən edin. Birinci A ölkəsinə baxaq. Bura təbii ki, Filippindir. Filippin. B ölkəsi Yeni Zelandiyadır. Bunlar üçün ortaq xüsusiyyətlər hansıdırsa, onları götürmək tələb olunur. Fəaliyyətdə olan vulkanlara rast gəlinir. Bəli, Yeni Zelandiyada Ruapehu vulkanı, Filippində isə Pinatubo, Apo kimi vulkanlar var. Demək, 1 doğrudur. 1 hər ikisi üçün ümumidir. 2. Günəşin zenitdə olma hadisəsi müşahidə olunur. Filippində, daha doğrusu Yeni Zelandiyada günəş zenitdə olmur. Ona görə bu ortaq xüsusiyyət kimi götürülə bilməz. 2-ni çıxacaq. Demək, 5 də var. Sahilləri Sakit Okeanın suları ilə yuyulur. Bəli, doğru fikirdir. 5 ilə 1 oxşardır. 3 ilə 6-nı yoxlayaq. 3-də qeyd olunur ki, inkişaf etməkdə olan ölkələrdir. Bəs bir də nə var burada? 6. 6-da qeyd olunur ki, geotermal enerji potensialına malikdirlər. Geotermal enerji potensialına malikdirlər. Bəli, geotermal enerji potensialına hər ikisi malikdir həqiqətən. Həm Yeni Zelandiya, həm də Filippin. Amma 3-də inkişaf etməkdə olan ölkələrdir fikri Yeni Zelandiyaya aid deyil. Cavab olar 1, 5, 6. Y variantı.
Demək, ölkə əhalisinin hər 1000 nəfərinə doğulanlar 20 nəfər, ölənlər isə 6 nəfər olmuşdur. Bir il ərzində doğulanların ümumi sayı 240 min nəfər olduğunu nəzərə alaraq ölkə əhalisinin ümumi sayını hesablayın. Yazarıq. Doğulanların sayı 1000 nəfərə 20 nəfərdir. Belə bir tənasüb qeyd edək. 1000 nəfərə 20 nəfər. Bəs neçə nəfərə 240 min nəfər? X nəfərə 240 min. Buradan x bərabərdir. 240 mini 1000-ə vurub 20-yə bölərik. Bu da eləyər 12 milyon nəfər. Deməli, əhali sayı nə qədər oldu? 12 milyon nəfər. C variantı. 33-də Respublikamızın ərazisində yerləşən palçıq vulkanlarını müəyyən edin. B variantında Pəri çınqılı, Ay çınqılı bunlar sönmüş vulkanlardır. A variantı Keyrəki, Kənizdağ, Torağay, Axtarma Paşalı, Işıq Zahirli. Bunlar olur bizim palçıq vulkanlarımız. 33-də cavab oldu A. 34-də qeyd olunur ki, Ələt-Culfa dəmir yolu xətti hansı inzibati rayonda Araz çayı ilə kəsişir? Demək, burada xəritəyə baxanda biz görürük ki, burada bu istiqamətdə Saatlı rayon ərazisində bu hadisə baş verir. Cavab Saatlı olacaq. Cavab olar C variantı Saatlı. 35-ə baxaq. Azərbaycan Respublikasının regionlarında müxtəlif növ emal sənaye müəssisələrinin fəaliyyətə başlaması səbəb ola bilər. Artıq müxtəlif növ emal sənayesi o deməkdir ki, burada əhalinin həyat səviyyəsinin yüksəlmə ehtimalı çox olacaq. Baxırıq, 1. Təbii ehtiyatlardan daha səmərəli istifadə etmək, bəli, doğru fikirdir. Biri götürmək olar. 2. Regionlarda mövcud olan işçi qüvvəsinin Bakı şəhərinə daha çox gəlməsinə, xeyr. Artıq müxtəlif növ emal sənaye müəssisələri olacaqsa, artıq regionlarda da sənaye müəssisələrinin yerləşməsi mümkün olacaq. Ona görə 2 doğru deyil. 3. Daha çox çeşidli məhsul istehsalına, bəli, müxtəlif növ emal sənayesi olacaqsa, çox çeşidli məhsul istehsalı baş verəcək. 3 də var. Demək, 4. Xarici ölkələrdən idxal olunan hazır məhsulun artmasına, xeyr, əslində azalmasına səbəb ola bilər. Bu da səhv fikirdir. Əhalinin həyat səviyyəsinin yüksəlməsinə, bəli, 1, 3, 5. Cavab olar B variantı. 36-cı sualda deyir ki, 18-ci saat qurşağının orta meridianı ilə çevrəsinin uzunluğu 20.088 km olan paralel xəttin keçməsində 3348 km şərqdə yerləşən məntəqədə yerli vaxtla saat 11:00 olarsa, bu zaman 4-cü saat qurşağının orta meridianı üzərində yerli vaxtla saat neçə olar? Biz tapırıq burada 18-ci saat qurşağın orta meridianı. 24-dən çıxacaq 18-i 6, 6-nı da vuracaq 15-ə, elədir 90 dərəcə qərb uzunluğu. 90 qərb uzunluğu olur 18-ci saat qurşağın orta meridianı. Sonra bizə lazımdır burada çevrəsinin uzunluğu 20.088 km olan paraleli tapmaq. Əgər çevrə uzunluğu 20.088 km-dirsə, onda 20.088 km-i 360-a bölək. Çünki istənilən paralelin çevrəsinin uzunluğu 360 dərəcədir. Bu da eləyər 55,8 km. Bu tapdığımız 55,8 km həmin bu paralelin, yəni uzunluğu 20.088 km olan paralelin üzərindəki 1 dərəcə qövsün uzunluğudur. 55,8. Demək, bu paralel üzərində nə qədər yol gedəcək? 3348 km yol gedəcək. 3348 km 55,8-ə bölərik. Bu da eləyər təxminən demək 60 dərəcə. 60 dərəcə. Biz koordinatlarımızı qeyd edək. Bizim koordinatlarımız oldu 90 dərəcə qərb uzunluğu. 90 dərəcə qərb uzunluğu. Bura başlanğıc meridian 0 dərəcə uzunluq. İndi biz 90 qərb uzunluğundan hansı istiqamətə gedəcək? Şərqə. Neçə dərəcə? Tapmışdıq 60 dərəcə. 90 dərəcədən 60 dərəcə şərqə gedəndə gəlib çatırıq 30 dərəcə qərb uzunluğuna. Burada saat neçədir? 11:00. Bizdən nəyi soruşur? Deyir ki, bu zaman 4-cü saat qurşağının orta meridianı üzərində saat neçə olur? 4-cü saat qurşağının orta meridianı tapanda 4-ü 15-ə vurarıq, eləyər 60 dərəcə şərq uzunluğu. Məntəqəmizin biri 30 qərb uzunluğu, digəri 60 şərq uzunluğudur. Bunlar arasında nə qədər vaxt fərqi var? 6 saat. Və 4-cü saat qurşağın orta meridianı vaxt etibarilə bu məntəqədən qabaqdadır. 11:00-ın üzərinə 6 gələndə eləyir 17:00. Cavabımız olur burada, demək, D variantı. Növbəti suala baxaq, 37-ci sual. Demək, 37-ci sual deyir ki, Azərbaycan Respublikasının iqtisadi inkişafının sürətləndirilməsi üçün görülməsi vacib olan tədbirlər.
Məqsəd burada nədir? İqtisadi inkişafı sürətləndirmək. 1. Ümumdaxili məhsulda yerli şirkətlərin payının artırılması. Bəli, bu həqiqətən də sürətləndirə bilər iqtisadi inkişafı. 2. Ölkədaxili miqrasiyanın iqtisadi üsullarla tənzimlənməsi. Bəli, yəni ölkə daxilindəki bütün deyək ki, iqtisadi ərazilərin hamısının Bakıda cəmlənməsi yox, digər ərazilərdə də cəmlənməsini burada nəzərdə tutur. Deməli, 2 də cavabda var. 3. İqtisadi rayonların sayının azaldılması. Rayonların sayını azaltmaq hər hansı bir iqtisadi inkişafın sürətləndirilməsinə səbəb olmaz. Ona görə 3 cavabda olmaz. 4. Kənd təsərrüfatında birbaşa otlaqlardan deyil, yem tədarükündən istifadə etməklə maldarlığın inkişafı. Bəli, bu da doğru fikirdir. D-ni də 4-ü də cavabını götürə bilərik. Elə cavabımız D variantı olacaq. 5-də xam mal idxalını tamamilə məhdudlaşdırmaq. Ümumiyyətlə xam mal idxalını tamamilə məhdudlaşdırmaq mümkün deyil. 5 yoxdur. 6. Yalnız yerli mütəxəssislərin işə cəlb edilməsi də səmərəli həll yolu deyil. Cavab olar 1, 2 və 4. D variantı. 38-ci sualda 47 şərq uzunluğu və 40 şimal enliyinin kəsişdiyi məntəqə hansı iqtisadi rayonun ərazisinə uyğun gəlir? Gəlin bunun üçün xəritəyə baxaq. Deməli, 47 şərq uzunluğu bu meridiandan söhbət gedir. Bax, bu meridian olur 47 şərq uzunluğu. Daha sonra 40 şimal enliyi. O da bu paraleldən söhbət gedir. Kəsişmə nöqtəsi bura düşür. Bu zonada hansı iqtisadi zonaya aiddir? Qarabağ iqtisadi zonasına aiddir. Cavab olacaq burada C variantı Qarabağ iqtisadi zonası. 39-cu suala baxacaq. 39-cu sual. Türkiyə Respublikası ilə quru sərhədinə malik olan ölkələrdən deyil. Xəritəyə baxmaq lazımdır bu sualı yazmaq üçün. Gəlin xəritəyə baxaq. Demək, xəritə üzərində də görürük ki, Suriya buradan quru sərhədi var. İraq, Yunanistan bu hissədə, Bolqarıstan burada, amma Makedoniyanı, Şimali Makedoniyanı Türkiyə ilə quru sərhədi yoxdur. Cavabımız olar Şimali Makedoniya. 40-cı və sonuncu sualda deyir, ölkəmizin iqtisadi rayonlarına aid olan doğru əlamət və ya əlamətləri müəyyən edin. 1. Qarabağ iqtisadi rayonu həm sahəsinə, həm də malik olduğu inzibati rayonların sayına görə respublikamızda birincidir. Doğru fikirdir. Bizdən doğruları soruşur, deməli 1-i götürürük. C və G variantı olmaz. Burada bir də götürəcək əlavə olaraq 5-i. Xudafərin və Güləbrid su elektrik stansiyaları eyni iqtisadi rayonda yerləşir. Xudafərin Cəbrayılda, Güləbrid isə Laçındadır. Hər ikisi düşür Şərqi Zəngəzur iqtisadi rayonuna. Demək, bu da doğru fikirdir. 6. Kür və Araz çayları Milmuğan iqtisadi rayonunun bütün inzibati rayonlarından keçir. Gəlin bunu xəritə üzərində göstərək. Deməli, Milmuğan iqtisadi rayonuna hansı inzibati rayonlar daxildir? Beyləqan, İmişli, Saatlı, Sabirabad. Kür çayı buradan gələrək hər birindən keçir. Araz çayı da buradan demək olar ki, hər birindən keçir. Yəni, bu fikir də doğru fikirdir. Burada cavabımız olur, deməli, 1, 5, 6. Yəni, B variantı. Bu qədər.